Bugün gördüğünüz gibi farklı bir çekilişle karşınızdayım. Bugün Roblox oyununda size bir hile göstereceğim. Çeçək. Ben uşaqlar görürsünüzsə 101 gün hayatta kalmadı oyunun adı. Eğer 101 bugün ona ait olacak hile. Oyuna girək, sizlə yenidən danışacağım. Uşaqlar yenidən oyuna girdim və bəli, indi biz burada random kişi ilə bir takıma girəcəyik. Gördüyünüz kimi, baxın, burada hiləsiz uşaqlar sizə bir tövsiyə verim. Ən çox adamla girin. Ən çox neçə gün həyatda qalıbsa. Baxın, məsəl üçün bu adam 133 gün həyatda qalıbdı. Yani en çok hayatta kalanla girin ki o en çok yani böyle özü üçün daha çok böyle gelişmiştir. Ona göre girin ama hileli olanda onu falan girmeyin. Ben indi size random kişiyle gireceğim. Random girdim ve başladı. Uşaqlar yeniden hilenin işlemesi sizin takım arkadaşlarınıza dostluk atmalısınız. Onların dostluk atmasına mecbur değiliz. Sadece onlara dostluk atın. Mesela için random birisine arkadaşlık davet atırıq ve girdik. Ondan sonra mesela için mən ölsək veya oyundan çıxsaq, mən çıxsam görüyorsunuz kimi. Ve gördüğünüz kimi yeniden girdik. Bu hiləni bilməyənlər oyundan çıxa bilmir və çıxanda da girə bilmir. İndi girək. Bəli uşaqlar, deyəsən bu hiləni məndən başqa da bilənlər var. Bilənlər bilmirəm, amma bilməyənlər üçün öyrədirəm bunu. Hilələrində var ingiliscədir, yes no yazır və başa düşməyənlər də var. Şimdi burada yazar yeniden bağlan. Önceki turdan çıkmışsınız. Yeniden bağlamak istemiyorsunuz. Evet basır. Bu ilenin işlemesi için bu arada dostluk atmak lazımdı. Bəli, internet problemi yaşandı. Gördüğünüz gibi yeniden girdi. Bakın istəyirsiniz. Gün 1 olubdu ve dəqiqə açılıb. Bundan sonra inşallah bir dənə də hile göstereceğim. Gələn videoda görüşərik. Kanala abone olsanız sevinirim. Sağ olun.